Salam, bugün mən sizə coğrafiya test toplusu 1-ci hissə 2025-ci il səhifə demək 153-dəki məsələlərin izahını verəcəyəm və digər məsələlərin izahını 1-ci hissədəki bütün məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmən video dərslərə baxa bilərsiniz. Bugünkü mövzumuz atmosferdə su və yağıntıların paylanması bölməsindəndir. Mütləq rütubətlik, nisbi rütubətlik, demək su buxarı miqdarının müxtəlif temperaturlarda 1 kubmetr havanın demək doyması üçün tələb olunan su buxarı miqdarları ilə, yəni məsələ həllərində bizə lazım olacaqdır bu qramları bilmək. Və baxaq görək ki, mütləq rütubətlik nəyə deyilir, nisbi rütubətlik nəyə deyilir? Mütləq rütubətlik 1 kubmetr havada olan su buxarının faktiki miqdarıdır və qramlarla ölçülür. İfadə olunur. Nisbi rütubətlik isə müəyyən temperaturda faktiki su buxarının həmən temperaturda havanın doyması üçün tələb olunan miqdarına nisbətinin faizlə ifadəsidir. Əgər nisbi rütubətlik 30%-ə qədərdirsə, hava demək quru havadır, quru hava sayılır. 30%, 60%-ə qədər olan hava normal hava və 60%-dən çox olan isə ifrat rütubətlik sayılır. Bir də hava su buxarı ilə doymuş və doymamış ola bilir. Müəyyən temperaturda 1 kubmetr havanın tərkibində mümkün ola biləcək qədər su buxarı varsa, belə hava doymuş hava hesab olunur. Yox, əgər su buxarının miqdarı mümkün ola biləcək miqdardan az olarsa, belə hava doymamış hava hesab olunur. Və məsələ həllərinə fikir verək, sonra yenə də qeydlər edəcəyik. Bakıda havanın temperaturu 30 dərəcə Selsi, nisbi rütubətlik isə 80%-dir. 1 kubmetr havanın doyması üçün 30 qram su buxarının tələb olmasını nəzərə alaraq mütləq rütubətli müəyyən edin. Baxın, yenə də buradakı kimi demək misal üçün 0 dərəcə Selsidə 5 qram su buxarı, yəni 1 kubmetr havanın doyma həddi 5 qram su buxarıdır. 30 dərəcə Selsidə doyma həddi 30 qramdır. Və s. Yəni bunları bilmək lazımdır. Bu rəqəmləri bilmək lazımdır ki, məsələmizi həll edə bilək. Və əgər demək